doğmayaydınız, dünyaya gətirməyəydiniz, məni istədiyim səviyyədə yaşada bilməyəcəkdinizsə, diktatora dönür uşaq. Müəyyən yaşdan sonra, məsələn, keçmişdə uşaqla nökərlə davranan kimi davranardılar. Onun ruhu üçün çox gözəl idi. Xidmət eləsin, böyüklərə xidmət eləsin, egosunu əritsin, sağlam böyüsün, doğrunu bilsin ki, ana, ata əsasdır. İndi uşaq elə bilir ki, ailədə ən əsas olan odur. Necə pozulmasın bəs bu? Biz onlara aşıladıq bunu. Uşaqlar həyatımızın əsasıdır. Bunu harda? Din deyir ki, İbrahim Peyğəmbər apar uşağı qurban kəskinə. O da aparır övladını qurban kəsməyə. Yəni, evladdan daha önəmli olan həqiqətdir. Biz isə evladımızı həqiqət yerinə qoyduq, pozulmalıydı. İndi hətta məsələn, sevgi münasibətlərində qadını həqiqət yerinə qoyurlar. Qadın özünü